Herkese salam. 4 iyun 2022-ci ildə qəbula düşən sualların izahına başlayırıq. Baxaq. Birinci qrupa düşənlərə baxırıq. Deyir, kompleks ədədinin modulunu tapın. Kompleks ədədin modulunu hesablayaq gəlin. Kök adda həqiqi hissə üzərinə gəlsin xəyali hissənin kvadratı. Bu da eləyəcək kök adda 13, yəni D variantı. Bizə deyir ki, BAD və ADS qövslərinin dərəcə ölçülərinin nisbətini tapın. İndi görürük ki, bu fiqur sayklikdir, yəni xaricinə çevrə çəkilib. Deməli, bu zaman qarşı bucaqlarının cəmi 180 dərəcə olmalıdır. İndi bura 80 dərəcədirsə, deməli B bucağı 100 dərəcədir. Eyni məntiqlə C bucağında 50 dərəcə tapırıq. Və indi davamına baxaq. Bizə deyir ki, nə deyir? Qövslərin dərəcələri ölçülərinin nisbətini tapın. İndi BAD qövsünün söykəndiyi qövsə bucağa baxmaq lazımdır. BAD qövsü göründüyü kimi C bucağına söykənib. C 50-dirsə, deməli qövs kimisi olub 100 dərəcə olacaq. ADS qövsünü deyir. ADS qövsü də B bucağına söykənib 100 dərəcədir deyə qövsə kimisidir. İndi bunların nisbətini də tapsaq 200-ün 100-ə, yəni 100-ün 200-ə nisbət, daha doğrusu 1-in 2 olacaq. Bizə deyir ki, ifadənin qiymətini hesablayın. İndi burada 3-dən 9 gedəcək, qalacaq 25 üstü 3 bölünsün 2. 25 də bilindiyi kimi 5-in kvadratıdır. 5-in kvadratı üstü 2 üstü 3. Və göründüyü kimi burada 2-lər ixtisar gedəcək, qalacaq 5-in kubu. Bu da ki 125-i bizə verir. Deyir ki, integralı hesablayın. İlk öncə gəlin bu ifadəni sadələşdirməyə çalışaq. 4 üstü x üstü 3 tamamda 5 bölünsün kök adda x üstü 0 tamamda 5 formasında yazmaq olar. Bu da 4x'in kubudur. İndi integral 2-dən 1 deməli 4x kubu dx'i hesaplamaq lazımdır. Bu da x üstü 4 2-dən 1 deməkdir. Bu da 2 üstü 4 çıxaq 1 üstü 4 deməkdir. 16-dan da 1'i çıxanda bizə 15 verəcək B variantı. Tənliklər sistemindən x kvadrat üzərinə gəlsin y kvadratını tapın. Birincinin olduğu kimi saxlayaq gəlin. İkincidə də hər tərəfi mənfi 3'ə vura bilərik. Mənfi 9x çıxaq 3y bərabərdir mənfi 12'yə. Tərəf-tərəfə toplaya bilərik. 3y-lər gedəcək. Qalacaq mənfi 7x mənfi 7 x1. x1 isə gətirib yerinə qoysaq y də 1 çıxır. 1 ilə 1'in cəmi də 2. Deyir ki, həndəs hissədə B1, B4, B10'un hasili B3 budursa, neçədir 8'dirsə, bizə deyir ki, B sönü B7'nin hasilini tapın. Gəlin bunları B1 ilə ifadə edək. B1 vurulsun 2'nin kubu. B1 vurulsun 2 üstü 9, 8'dir. İndi B1'in kubu vurulsun 2 üstü 12, 8'dir. Hər tərəfi 3-cü dərəcədən alsaq, yəni B1 ilə 2, 4'ün hasili 2'dir. Yəni B5 2'dir. İndi bunların hasili də B3 ilə 7'dir. Baxın, indekslər cəmi 10'dur. Bu da B5'in kvadratını verir. Yəni 2'nin kvadratı 4D variantı. Deyir ki, düzgün üçbucaqlı piramidanın yan tilləri düz perpendikulyar olub. Uzunluqları 12 cm-dir. Piramidanın həcmini tapın. Əgər yan tilləri perpendikulyar olarsa, həcmi 6'da 1 ABC-nin hesablanırdı. 6'da 1 12 vuraq 12. İxtisar gedəcək. Burada 2 qalacaq. Deməli 144'də vururuq neçəyə? Hə, deməli 3-dən 12'dir. Aha, 144'də 2'yə vururuq. Cavab deyir 288. Yəni A variantı. 8-ci suala baxaq. Deyir ki, 5x kubu 30x kvadratı üzərinə gəlsin 7 parabolasının funksiyasının qrafikinə müəyyən nöqtələrdə çəkilən toxunanlar apisoxuna paraleldir. Toxunma nöqtələrinin apsislər cəmi tapın. Bu deməkdir ki, apisoxuna paraleldirsə, y-in törəməsi 0'a bərabərdir. Törəməyə baxaq. Bunun törəməsi 15x kvadratı çıxaq 60x'dir. Sabitin də törəməsi 0. 0'dır bu da. Hər tərəfi 15'ə bölək. X kvadratı çıxaq 4x 0'dır. Və deyir ki, toxunma nöqtəsinin apsislər cəmi çevrilmiş kvadrat tənlikdir. Apsislər cəmi də 4'ə bərabərdir. Deyir ki, ardıcıl 100 natural ədəd verilib. Bunlardan ən kiçiyinin ən böyüyünün cəmi 559'dur. Ən kiçiyini tapın. Ən kiçik x'dir.
Ən böyüyü də x plus 99'dur. Bu da 559'dur. Buradan 2x bərabərdir 0, 460, x də 230. Bizdən də onu soruşurdu. Şimdi limit sualına baxaq. Deyir ki, limit 1-dən n-ə qədər ədədlərin cəmi, yəni limit n-dən sonsuzluğadır. Bölünsün n kvadrat üzərinə gələk 2n plus 5. Sürətdə olan ifadə n vuraq n plus 1 bölək 2 deməkdir. Bunun sürətini də vurub atsaq n kvadrat üstə gələk n bölək 2 deməkdir. Yəni limit n sonsuzluğa yaxınlaşır. Sürətdə n-in kvadratı plus n, hər tərəf 2 vururam ilk öncə. 2n kvadrat üstə gələk 4n plus 10. İndi hər tərəfi gəlin n kvadratına bölək. Bu zaman qalacaq 1 üzərinə gəlsin 1 bölək n bölünsün. 2 üzərinə gəlsin 4 bölək n üzərinə gələk 10 bölək n-in kvadratı. N-li ifadələrin hamısı sıfıra yaxınlaşır. Bu da, bu da, bu da. Qalacaqdır 1 bölək 2. 1-in də 2-yə nisbəti bizə 0,5-i verəcəkdir. Keçək ikinci səhifəyə. Deyir ki, 2 təpəsi funksiyaların qrafiklərinin kəsişmə nöqtələrinə, digər təpəsi isə 2 təpəsi bu funksiyaların təpə nöqtələrində yerləşən dördbucaqlının sahəsini tapın. İlk öncə çəkək. Koordinat sistemini çəkək. Aha. Deməli, biri 8-dədir. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8. Bura olsun 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 4, 5, 6, 7, 8. Aha, haradasa belə bir şeydir. Şimdi bunu seçmeye çalışaq. 8 ən yuxarısı 8. Buradakı 8 də budur. Belə buradan keçir. Bir də buradakı 8-dən keçir. Haradasa birincisinin qrafiki belədir. Digəri də 6-dan keçir. İndi buradan da sayaq. 1, 2, 3, 4, 5, 6. Digəri də buradan keçməlidir. Deməli 6 budur haradasa. Tam düz gəlmədi indi şəkildə. Aha, belə bir şeydir. Baxın, indi buradakı bu da bir dördbucaqlıdır. Bunu deyir. Dördbucaqlı əmələ gəlir. Kəsişmə nöqtələri də burada -7, 7-dir. Aha, indi buradan bura olan məsafə 8-dir. Aha. Buradan bura olan məsafə 6-dır. İndi bu xətti birləşdirsək 7 -7 neçə olacaq? Bura 14 olacaq. Burada ümumi olaraq 14. Yəni bu fiqurun 2 diaqonalı 14 verib. 1, 2, S bir də bu düsturundan hesablanır. Diaqonalın kvadratı bölünsün 2. 14 vuraq 14-ün yarısı. 14-ün 7-yə hasilə. Deməli 14-ün 7-yə hasilə 98 Y variantı. Deyir ki, perimetri 12 olsun fiqurun. Deməli, oradan seçin hündürlükləri kökdöçündən 2 kökdöçüsü olsun. Paralelogramın iti bucağını bizdən istəyir. Yəni, hər hansı bir paralelogram çəkək. Aha, bir hündürlüyü budur. Digəri isə budur. Birini kökdöç, digərini 2 kökdöç verib. Və bir iki paralelogramda AH-a bərabərdir BHB deyə bir düstur vardır. Yəni A-nın 2 kökdöçü hasili B-nin kökdöçü hasilinə bərabərdir. Buradan kökdöçlər gedəcək. B bərabərdir 2 ifadəsini alırıq. Perimetri 12 isə tərəflərin cəmi də onun yarısına bərabərdir. Yəni A ilə B-nin cəmi 6-dır. 3A 6-dan A 2-dir. İndi A 2-dirsə bu kiçik tərəfə A demişdik. Bura 2-dir. Yəni məlum məsələdə 2, 3, 1-dir. Burada 60 dərəcədir bucaq. Amma sinusdan da tapa bilərik ki, sinus alfa bərabərdir kökdöçün 2-yə nisbəti. Bu da təbii ki 60 dərəcə onun da alfanın qiyməti. Yəni o ifadəni alırıq. Keçək bərabərsizlik sualına. Deyir ki, heyətinin həllinin mənfi sonsuzluq, müsbət sonsuzluq, yəni istənilən qiyməti alması üçün A parametrin ala biləcəyi qiymətlərin, tam qiymətlərin cəmini tapın. Gəlin heyətdə birincinin olduğu kimi saxlayaq. İkincidə hər tərəfi isə mənfiyə vuraq. Zaman işarə dəyişəcək. A kvadratı, mənfi A kvadrat çıxaq.
4a çıxaq 6 formasında. Tərəf-tərəfə toplasaq, anlayacaq ki, a kvadrat çıxaq 7a plus 10 kiçik bərabərdir 0-dan. İndi bu a kvadrat çıxaq 7a üzərinə gəlsin 10 kiçik bərabərdir 0-dan. Vuruqları ayırsaq a çıxaq 5, a çıxaq 2 kiçik bərabərdir 0-dan. Bunun da qiyməti 2, 5 parçasıdır. Yəni 2, 3, 4, 5 qiymətlərini ala bilər. Qiymətlər cəmi də 5, 5. Onun üzərində 4, 14 olacaq. Deyir ki, x, y müstəvisinə simmetrik olan bu nöqtənin koordinatlarını tapın. X, y-ə simmetriksə, məsələn, x olsun. Hər hansı bir nöqtədə x-ən y sabit qalır. Z-in koordinatı dəyişir. Bu da D variantıdır. Keçək bu sualla. Deyir ki, kör bucağı iki bucağından 5 dəfə böyük olan, hündürlüyü 6 olan bromun perimetrini tapın. Ümumi 5x-ən x-in cəmi 180 dərəcə olmalıdır. 6x-ən 180 dərəcə, yəni 6x 180 dərəcəyə bərabərdir. X də 30 dərəcədir. Hər hansı bir romb çəkək. Rombun böyük hündürlüyü budur. Və bu hündürlük də 6-dır. İndi bucaq da 30-dur. 30'un qarşısı 6-dırsa 90'ın qarşısı 12'dir. Perimetrdə tərəfin 4 mislinə bərabərdir və 48 cm eləyəcək. Yəni C variantı. Düzbucaqlı deyir ki, üçbucağın katelərin hipotenuz üzərindəki proyeksiyaları budur. 16 ilə yəni 36'dır. Seçək. 16 ilə 36'dır. Deməli, bura 16 olsun, bura 36 olsun. Bizə deyir ki, hipotenuza çəkilmiş hündürlüyü tapın. H kvadratı mn'dir. Yəni 16 vurulsun 36'dır. H da bərabər 4 vurulsun 6, yəni 24 santimetrə. A variantı. 17'yə baxaq. Loqaritma sualıdır. Deyir ki, iki ardıcıl tam ədəd arasında yerləşsin. A bərabərdir loqaritma 4-cü dərəcədə. Yəni 4-dən 22'də 5, 22 bölək 5 üzərinə gəlsin. Burada yerlərini dəyişə bilərik. Bu zaman kəsr itəcək. Yəni olacaqdır loqaritma 4-dən 15. Görürük ki, bunlar eynidir. Deməli, bu zaman bunları toplaya bilərik. Yəni bu zaman vurmalıdır. Yəni loqaritma 4-dən 15 5'ə vursaq 3, 22'ə vursaq 66. Bu da loqaritma 4-dən 64-dən böyük bir ədəddir. Bu da 3'ü verir, düzdürmü? Yəni 3-dən böyükdür, 4-dən kiçikdir bu ifadədə x-dir. Yəni bu 3-dən böyük, 4-dən kiçikdir. Yəni 3 ilə 4 arasında yerləşəcək. Deyir tərəfi 10 cm olan bərabər tərəfli üçbucağın fırlanmasının alınan figurun neyini tapın? Tam səthinin sahəsini tapın. Gəlin çəkək. Hər hansı bir bərabər tərəfli bir üçbucaq olsun. Hündürlüyünü də çəkək. Da hündürlüyüdür. Hündürlüyü tərəfi 10'dur. Deməli hündürlüyü 5/3'dür. Burada 5'dir. Burada 60 dərəcədir. Onun fırlanmasından alınır konus. Konusunda S tamı bərabərdir. Pi r kvadratı üzərinə gəlsin. Pi r l. Şimdi baxın, bu 10 var ya, bu konusun doğrandır. Bu da 5 də bunun radiusudur. Gətirib yerinə qoysaq, pi r kvadratı, r kvadratı 25, pi vuraq 25, üzərinə gəlsin. Pi vurulsun, 5 vurulsun, l də doğuran 10. 50 pi ilə 25 pinin cəmi də 75 pidir, yəni Y variantı. Keçək növbəti səhifəyə. Deyir ki, elə bir trigonometriyə aid suala baxırıq. İndi can tənasübün xassəsinə əsasən tərəf-tərəfə vuraq. 4 kosinus x üzərinə gəlsin. 2 sinus x bərabərdir. -3 sinus x çıxaq kosinus x-ə. 5 kosinus x bərabərdir. -5 sinus x-ə. Kosinus x bərabərdir. -sinus x-ə. Tangens x bərabərdir. -1'ə. X bərabərdir.
arctangens mənfi 1 üstəgəlsin pi k. Mənfi 1'i qabağa atsaq, mənfi arctangens üzərinə, yəni 1 üzərinə gəlsin pi k. Bu da eləyir, x eləyir mənfi pi bölək 4 üzərinə gəlsin pi k. Yəni C variantı. Qarşılıqlı tərs olması üçün hasilləri 1 olmalıdır. 2a ilə 5-in cəmi 1, 2a mənfi 4, a da mənfi 2. Yəni A variantı. Baxaq bu suala, maraqlı suala bənzəyir. Deyir ki, 9-da 5x kvadratı, yəni üstü x kvadrat çıxaq 5x çıxaq 4 bərabər kökdə 5 bölü x. Bunu mən belə yaza bilərəm. 3 üstü kökdə 5, yəni 5 kökdə 5 bölü kökdə 3 üstü 2. Onun üstü də x kvadratı çıxaq 5x çıxaq 4 bərabərdir. Bu da indi heç nə yoxdursa qüvvəti 1'dir. İndi bununla hasili bunu verməlidir. 2x kvadratı çıxaq 10x çıxaq 8 çıxaq 1 0. 2x kvadrat çıxaq 10x çıxaq 9 0. Kökləri hasilini istəyirdi, eləmi? Hər tərəfi 2'yə bölüb çevrilmiş kvadrat tənliyə gətirək. Aha. Kökləri hasil də budur. Mənfi 4,5. Yəni Y variantı. Deyir ki, arasındakı məsafəni tapın. D bərabərdir. X2 çıxaq x1'in kvadratı üzərinə gələk y2 çıxaq y1'in kvadratı. 7'dən 1'i çıxaq 2'dən 4'ü çıxaq. Yəni mənfi 2'nin kvadratı elə 2'nin kvadratı da 36 4 40. Bu da eləyir 2 kökdə 10. C variantı. Açıqlara keçdik. Kombinezon sualıdır birincisi. Deyir ki, bərabərlikdir. Amma bunlar bir-birindən fərqlidir. Deyir ki, x, y cəmini tapın. Ümumiyyətcə, hər hansı bir kombinezon n-dən k, kombinezon n-dən r-ə bərabərdirsə, k ilə r-in cəmi n-dir. Buna istifadə edək. Deməli, x çıxaq 15 ilə y üzərinə gəlsin 4'ün cəmi 8 olmalıdır. X ilə y-in cəmi də 19'dur. Deyir, ifadənin ən böyük qiymətini tapın. Ən maraqlı sual məncə burada budur. Gəlin burada sinus kvadratı alfaya 1 çıxaq kosinus kvadratı alfa kimi yanaşaq. 2 kosinus kvadratı alfa çıxaq 6 vuraq 1 çıxaq kosinus kvadratı alfa üzərinə gəlsin 6 sinus alfa kosinus alfa kimi yazırıq. İndi bu da deməkdir ki 8 kosinus kvadratı alfa çıxaq 1 nədir 6 6'nı 1'ə vuruq çünki üstə gələk 6 sinus alfa kosinus alfa kosinus alfa buradan yazıram. Bunlar asandır onsuz. Deməli bu da eləyir 4 üzərinə gəlsin 4 kosinus 2 alfa. Bəs bunu hardan aldıq? 2 kosinus kvadratı alfanı biz bir üstə gələk kosinus 2 alfa kimi yaza bilərik. İndi 8-dən də onu da 4'ə vurmuş oluruq. Aha, çıxaq. Elə eyni şəkildə 6 üstə gələk 3 sinus 2 alfa. Bu da eləyəcək 4 kosinus 2 alfa. Üstə gələk 3 sinus 2 alfa. Çıxaq 2. Baxın, axıra bu qalacaq. İndi baxın 4 kosinus 2 alfa üzərinə gəlsin 3 sinus 2 alfanın aldığı qiymətlər 5 mənfi 5 parçası arasındadır. İndi 2 də çıxsaq mənfi 7 3 aralığındadır. Ala biləcək ən böyük qiymət də neçədir? 3'dür. Keçək 25. Eyni məhsuldarlıqda işləyən 30 traktor müəyyən sahəni 13 günə şumlayır. 30% artırsaq 39 var neçə günə? Tərs mütənasibdir. 30 ilə, yəni hasil sabitdir. 39'un x'in hasili 390'ı 39'a böləndə x 10'dur. Müstəvini kəsən parçanın ucları müstəvidən 1 və 3 cm məsafədədir. Orta nöqtəsinin müstəvidən olan məsafəsi x bərabərdir modullar fərqinin yarısı. Yəni 1'ə. Keçək son suala. Uyğunluğu müəyyən edin. Burada ümumi hamısının
Burada ümumi hamısının cəmi 360 eləməlidir. Yəni 250 ilə alfanın cəmi 360-dır. Alfa da buradan 110 dərəcə çıxır. Yəni alfa həm çorbucaqdır, həm də 110 dərəcədir. Yəni C ilə D 1-ə getdi. Nal xətt çəkək. Xətt çəkək. Dəqiqə. Xətt çəkdik. Burası 80'dir. Alfa da 70'dir. 70'də iti bucaqdır. A variantı buna getdi. Alfa dəlizin 37-nin cəmi 90 dərəcədir. 90-da iti bucaqdır. Üzr istəyirəm, düz bucaqdır. Bu da bu sualların izahıdır. Digər üçü situasiya idi və artıq birinci qrupa düşmür deyə onlara baxmadıq. İndi 2023-də baxacağıq. Bundan sonra da 2023-cün qəbullarına baxarıq.